Gəlin belə bir tapşırığın həllinə baxaq. Deyir ki, oksigen və ozon iki qablar götürmüşəm və bu iki qabın içərisində birində O2 var, digərində, yəni birində oksigen qazı var, digərində həm oksigen qazı, həm də ozon qazı var. Baxın, indi necə tapaq? Deyir, birinci və ikinci qabların hər birində 9,3 vurulsun 10^23 molekul var. Biz neyinirdik onda? Nü bərabərdir n bölünsün na düsturundan istifadə edirdik. Bunu biraz qalınlaşdıraq. Na düsturundan istifadə edək və neyniyək? Oradan neçə mol olduğunu tapaq. 9,3 Dəqiqə, dəqiqə. Səliqəli yazaq. Nü bərabərdir n bölünsün na bərabərdir 9,3 vurulsun 10 üstü 23'ü neçə bölürük? 6,2 vurulsun 10 üstü 23'ə. Bu nə qədər eləyir? 1,5 mol. Deməli, hər ikisində, bu qabın içində də 1,5 mol maddə var. Bax, bunun içində də 1,5 mol maddə var. İndi nə deyir? Keçir ikinci etapa. Birinci qabda qazların kütlələrinin cəmi, amma bilmirəm də, baxın, O2 götürürəm, O3 götürürəm, birinə X qoyuram, birinə Y qoyuram. Bunların hər birinin deməli molu nə qədərdir? 1,5 moldur. X üstə gəlinsin, Y bərabərdir 1,5. Bu qablar bir-birinə bərabərdir də onsuz da. İndi deyir ki, birinci qabdakı qazların kütlələrinin cəmi, ikinci qabdakı qazın kütləsindən 8 qram çoxdur. Bunu neynirəm mən? Gəl belə eləyək. 32X üstə gəlinsin, 48Y bərabərdir. Birinci qabdakı qazların kütlələrinin cəmi. Baxın, birinci qabın kütləsinin cəmi, ikinci qabdakı qazın kütləsindən, baxın, O2 32 qramdır. 32-ni bir onda 5'ə vuranda neçə eləyir? 48. 48 çoxdur deyir, üstə gəlinsin 8. İndi nə edirik biz burada? 32 üstə gəlsin 48 nəyə bərabər eləyirik? 56'ya. İndi bunu silib tənasübümüzü yerinə yetir. Sistem tənliyi eləyəcək. Bax, X üstə gəlinsin, Y bərabərdir 1,5'ə. 32X üstə gəlinsin, 48, Y bərabərdir 56'ya. Bunu buradan silək. Bunu buradan silək. Sistem tənliyimizi eləyək. İndi, deməli, neynəyəcək? X bərabərdir 1,5 çıxılsın Y, gətirib X-in yerinə yazırıq. 32, 1,5 çıxılsın Y üstə gəlinsin. 48, Y bərabərdir 56. Bu eləyəcək 48 çıxılsın 32 Y üstə gəlinsin. Bunun üçün nə etmək lazımdır? Yəni, riyaziyyatımızı o qədər güclü eləməliyik ki, biz sistem tənliyi yazaraq, yəni, tapşırığımızı yerinə yetirə bilək. 56. 56-dan 48 çıxırıq. 8 bərabərdir. 32, 48-dən də 32 çıxanda 16 Y. Y da buradan bərabərdir 0,5'ə. İndi baxın, bizim molumuz nə qədər idi? 1,5. Düzdürmü? Y kimə yazmışam? O3'ə yazmışam. Deməli, 0,5 mol O3'dürsə, 1 molu da O2'nin payına düşəcək. Məndən nəyi soruşur? Birinci qabdakı oksigenin kütləsini hesablayın. 1 vurulsun 32 eləyəcək 32 qram O2.